Axtarış yerinə cədvəldəki ad və ya soyadlardan birini qeyd etdikdə həmin sətrin necə fərqləndiyinə birlikdə baxaq. Bunun üçün cədvəldə məlumatlar olan hissəni seçirik və daha sonra Home menusundan Conditional Formatting alt menusunu seçib New Rule deyirik. Açılan pəncərədən Use a Formula hissəsini klikləyirik və formula yazılma hissəsinə aşağıdakı funksiyanı qeyd edirik. Daha sonra format üzərində klikləyib dildən istədiyimiz rəngi seçirik və isteğe uygun olaraq fontdan bold seçə bilərik. OK deyib bir daha OK klikləyirik və axtarış yerinə istədiyimiz adı qeyd edib Enter kliklədikdə həmin adın olduğu sətrin fərqləndiyini görmüş oluruq.